Axırıncı qanuni oğru 89'da öldü. O lager bağlandı. Onları oraya saldılar ve ölene kadar hemen adamlar orada kaldı. Kriminal dünya anlayışı, o anlayışı qəbul edenler için. O kadın çok ziddiyetli bir hayat yaşayır. Bəxtiyarla qonşu oldu. Lotu Bəxtiyarla qonşu oldu. Yasaq bizneslə məşğuldu. Havadar axtarmaq istəyindən o çevreye düşür. O çevreye düşenler tabii ki o çevresiz yaşayamaz. Onlara imkan vermezler. Benim qəbul etdiyim kriminal avtoritetlərin sonuncu nəsli ilə mən həmyaş olmuşum. Ənvər rəhmətli ilə o adamların içindən sonra nazir olan da oldu. Əslində bunlar sadəcə buna dolanışıq yolu kimi baxırlar. Bizim reallıqda kriminal aləm, avtoritetlər daha çox mənfi çarlardan yad olunur. Bu cəmiyyətin mənfi yanaşmasıdır, səhv yanaşmasıdır, yoxsa əslində reallıq da belədir? İdeologiya deyək də, o da bir ideologiyadır. O ideologiyadan danışanda o ideologiya özü tarixən mərhələlərdən keçib transformasiya oluyor. Bugünkü vəziyyətdə düzdür, çox mənfi yanaşmalıdır. Amma tək bugün mənfi yanaşmırlar, həmişə mənfi yanaşmırlar. Çünkü bu tamam başka dünyadır ve çok vaxt bizim normal diyek, normal hayatı yaşayan insanlar o dünya ile ancak dolayı yolla münasibətli olublar. Münasibətli olublar. Ve onun içindekini, onun yaranma sebeplerini, onun hayatın onu zəruri eləməsini, belli təbəqə üçün o zəruri hayat normasıydı. Çünkü eğer adaləti normal yolla əldə edə bilmirsənsə, o yolla müəyyən dərəcədə buna nail olmaq mümkün idi. Ona görə də mənim uşaqlığım Sovetski küçəsi vardı. Orada keçib yəni oradan da olmuşam, həmşəri bağımda. Ondan sonra 40 Biləkağın aşağısında yaşamışam. Nənəmgil Mustafa Spidoğlu mescidin arxasında. Yəni iş elə gətirib ki, mənim o kriminal avtoritetlərin sonuncu nəsli, mənim qəbul etdiyim kriminal avtoritetlərin sonuncu nəsli ilə mən həmyaş olmuşum. Kimlərlə məsəl üçün Vüqar müəllim? Ənvər rəhmətli ilə, Bəxtiyarla, Bəxtiyarın da biraz cavan, Hikmətlə, yəni bunlarla kontaktı olan adamlar idi. Uşaq vaxtından yəni kontaktımız oldu. Bu ideologiyanın yarandığı, Azərbaycana gəldiyi ilk dövrdə bunun bir romantikası var idi. Necə ki biz məsələn Köroğlu dastanını oxuyuruq indi bir romantika. Qaçaq nəvini oxuyuruq romantika. Robin Hood'u oxuyuruq romantika. Bu eyni romantikanı da bunlar yaşayırlar. Azərbaycanda o ideologiyanın gəlməsi əsas 30-cu illərə bağlıdır. Keçmiş Sovet məkanında bunun yayılması müharibələrlə bağlıdır. Çətinliklərlə bağlıdır. Bəli, Birinci Dünya Müharibəsi, nə qədər adam yetim qalır. İkinci Dünya Müharibəsi yenə həmən əhvalat. Yetimlik, sahibsizlik cəmiyyətdə çox geniş yayılmış bir hadisə idi. Sən təsəvvür elə ki, Sovetin ilk illərində, 30-cu illər ərəfəsində insanlar vardı ki, oxumağa, elm öyrənməyə, savadlı mütəxəssis olmağa can atırdılar. Onların ben bir daim da o texnikum kurab, sanayi texnikum var. Çok meşhur. Xeyli adamlar oranı kurtarıb. Mesela yetim uşaqlar sanayi texnikumunda oxumağa gedirdiler. Kim bunların himayəsinə qalacaq? Kim bunların dərdini çəkəcək? Bu hardansa nəsə tapmalıdır ki, yesin, səhər dərsə getsin də. Onların içində sonradan çox məşhur adamlar olmuş, hətta nazir olmuş, aktör olmuş, həmmi adamlar vardı. Ki o vaxt vağzalda oğurluq eləməklə gecə vağzalda oğurluq eləyib sabah gününün pulunu çıxardı. Amma insanların ona meyli Bakıda, Bakını rayonlardan, Respublika rayonlarından ayırmaq lazımdır. Bu şəhərə xas olan bir ideologiyadır. Kənddə bunu eləmək mümkün deyil. Şəhərə xas olan ideologiyadır. Və şəhərə xas olduğuna görə
Niyə şəhərə xasdır? Çünki müxtəlif yerlərdən müxtəlif təbəqələr gəlir. Bir-birini mütəmadi görən, tanıyan insanlardan ibarət deyil şəhər. Üz-üzə gəlməyəcəklər. Gəlir. Cibinə girdikləri adamın. Elədir. O onunla yaranıb. Amma mayasında bir romantika vardı. Məşhur Cibgir Fatma haqqında bir romanım vardı. Uşaq olanda bu ideyaya necə meyl eləyib, əslində kimsəsiz qalıb, gənc yaşında bir uşaq olub. Bunu saxlamaq üçün başqa heç bir çarəsi yoxdur. Pis yola dediyimiz o. Onlar pis yol oğurluğu demirlər ki. Onlar pis yol pozğunluğu deyil. O pis yola getməmək üçün bunun yeganə çıxış yolu, başqa çıxış yolu görmür. Yeganə çıxış yolu cibgirlik. Cibgirlik bir peşə idi. Bəli, cibgirlik bir peşə idi. Özdə mən sənə bir şey deyim. Bu kriminal struktur var cəmiyyətdə. Birinci Həmkarlar İttifaqı deyək ona. Birinci Həmkarlar İttifaqı cibgirlərinki olur. Elə baxın, elitası da adlandırırlar. Oğru aləminin, oğruların elitası adlandırırlar. Niyə elita adlanır onlar? Niyə? Çünki zor işlətmirlər o adamlarda. Zor deyil. Bu sənətdir. Məsələn, mən o Fatmadan yenə tez-tez qayıdacağım. Çünki mənim bilavasitə uzun müddət münasibətdə olduğum adam olub. Dedim, necə eləyirsən də girirsən kimi. Dedim, mənim əlimə bax, əlini uzatdı belə. Belə elədim, lümək kimi, elə bir şam olar. Şam kimi əlimin içində adam əli. Bu sümüklər hamısı birləşdi, oldu bir dənə lümək kimi bir şey. Deyir, bu əllə dayə eləmək olar ki. Bunu deyir, Allah verib mən. Bu da bir həyatdır. İntihası onun qayəsində nə vardı? Onun qayəsində bu cibgirlərin Həmkarlar İttifaqı ona görə yaranırdı ki, yəni birliyi, kriminal birliyi. Ona görə yaranırdı ki, cibgirlər zəif olurlar, fiziki cəhətdən zəif olurlar. Özlərini qoruma imkanları olmur. Təbii ki, cibgir gedib pul qazanardı, o biri quldur gəlib bunun başına vurub əlindən alardı. Bu olmasın deyə bunlar bir birlik yaratmışdılar özləri, öz aralarında. Birinci mərhələsində. Söhbət inqilabdan əvvələ gedir. Bunlar bir birlik yaratmışdılar və müəyyən qaydalar işləyib hazırlamışdılar. Özlərini yəni nə dərəcədə sən bilirsən, bilmirəm, yəqin ki, bilərsən, şəhər adamısan. Bunların bir apşaq deyilən bir anlayışı var. Bəli. Bunların bütün fəaliyyətləri o apşaqı saxlamaq üçündür. Apşaq nə üçündür? Apşaq dünən kriminal işlərlə məşğul olmuş, güzəranını ondan çıxardan və apşaqa pul verən insanlar qocalanda apşaq onları saxlayırdı. Həbsxanaya düşəndə apşaq onların ailəsinə kömək edirdi. Həbsxanada özlərinə kömək edir. O dövrdə dərman zad da çətin idi. Kriminal ideologiya barmaqlıqlar arxasında işləyirdi, zaman vardı. O cəmiyyətə qəti dəxli yox idi. Ona görə də oğruların məşhur kəlamı var. Deyir, oğurladığın, yedin içdin 3-4 ay, təzdən həbsxanaya getməlisən. Çünki həbsxana olmadan o ideologiya yaşaya bilmirdi. Və o ideologiya da əslində həbsxanada çox böyük xeyir verirdi. Elə ki, o ideologiya cəmiyyətə sirayət eləməyə başladı. Elə ki, kriminal avtoritetlər tutalım, rüşvətlə, nəylə həbsxanadan çıxıb təzdən normal həyatlarını yaşamağa başladılar. O ideologiyanı cəmiyyətə tətbiq edirdilər. Cəmiyyətə tətbiq eləyəndə işlər korlanırdı. Həm ideologiyanın özü korlanırdı. Nəyə görə baş verirdi? Nəyə görə baş verirdi? Korlanma hadisəsi. Korlanması. Bax, o oğru qanunlarında bir neçə aparıcı qanun vardı. Məsələn, pasportu olmazdı oğrunun. Ənənəvi. Pasportu olmazdı. Oğru bir gündə hökumətə işləməzdi. Oğrunun nə bacısı var, nə qardaşı, nə atası, nə anası. Yəni, o anlayış yoxdur onlarda. Oğru ancaq oğurluqla dolanmalıdır. Bax, bu anlayışla gəlirdilər bunlar. Transformasiya uğrayırdı cəmiyyətlə bir yerdə. Cəmiyyətdə, məsələn, 60-cı illərdə bizdə sexabiklər deyirdilər. Sex saxlayanlar, gizli sexləri saxlayanlar. Bunların üstündə hökumət adamları da olurdu, yəni şərik olurdular. Tutal prokuraturalar. O vaxt, məsələn, çox səsli küylü cinayət işləri olurdu. Tuturdular, birdən bir prokuroru tuturdular, bir qanun olmuyor. Bu sexlər necə transformasiya başladı? Bu sexlərə kriminal avtoritetlər haqq qoymağa başladılar. Artıq sex cəmiyyətdir.
Cəmiyyətə bunlar haqq qoymağa başladılar və insanlar bundan sui-istifadə etməyə başladılar. Başladı. Bu ideologiya məsələn Azərbaycanda qutarıb Azərbaycan müstəqilləşən kimi. Bu ideologiyasında qutarıb, köhnə ideologiya qutarıb. Ondan sonra başladılar, bu insanlar da həyata uyğunlaşmaq istəyir bu kriminal avtoritetlər. Onlar başladılar simpozium, konferans çağırıb öz aralarında skotka deyirlər. Yeni qaydaları qüvvəyə mindirməyə. Yeni qaydalar nə oldu? Pasport ala bilər. Niyə pasport ala bilməz? Onu əvvəl izah edeyim. Çünki azadlığa çıxmaq barədə arayış verilirdi həbsxanadan çıxana. 16 ay müddəti vardı. O 6 ay ərzində bunlar təzədən nəsə cinayət edib içəri getməli idilər. Ki, pasport almağa məcbur olmasın. Ondan sonra bu məsələ yığışdı. Mən haradasa 90'larda başladım eşitməyə ki, hansısa adam bir gündə həbsxanada yatmayıb buna qanuni oğru adı verdilər. Başladı kooperativ oğrular. Kooperativ oğru o köhnə, yenə köhnə vaxt gördü, 60'lardan sonraya aiddi. Əsasən Gürcülərə aid idi. Mandarin oğrular deyil. Mandarin. Mandarin vivarı. Mandarin satırdığı, pul verirdi apşaka, kriminal ad alırdı. Olurdu qanuni oğru məsələn. Belə şeylər çox idi. Yavaş-yavaş transformasiya oldu. Bu biznesə çevrildi. Biznesə çevriləndə mafiyalaşdı və biznesə çevrildi. Mafiyalaşmış dövrə qədər hələ istəyirəm müzakirəmizi o istiqamətdə davam etdirək. Gənclik dövründə də əlaqələriniz, münasibətiniz qalırdımı? Onlar artıq ad alandan sonra... Təbii görüşürdük, amma onlarla görüşəndə onlar başqası ilə görüşdükləri kimi görüşmürdülər ki məndə. Yəni... Məndən uşaqlıq yoldaşları kimi görüşürdülər. Yəni o ad özü insana bir yük qoyur çiyninə. Davranışın dəyişməlidir. Sən zarafat eləyə bilməsən, bəhdən gülə bilməsən. Belə şeylər vardı. Amma özümüz görüşəndə olurduq elə əvvəlki uşaq kimi. Fərqi yoxdur. Nadir hallarda görüşürdük. Ənvərlə biraz tez-tez görüşürdüm, amma çünki qardaşları ilə də yaxın idim. Ənvər rəhmətlik, bizim yazıçılar evi orada tikilmişdi, Vaqif küçəsində. Bunlar da bizdən bir tin yuxarıda yaşayırdılar. Uşaq vaxtı çox davalarımız düşərdi. Biz Dağlı məhəlləsinə gəlib bina kimi düşmüşük. Burada da uşaqlar var. Onlara da sən deyən qaynayıb qarışmırıq. Onlar da bizim həyətə gəlmir və yad ünsür kimi baxırdılar bizə məhəllədə. Biraz çəkişməsən, bərkişməsən deyir. Belə görürsən, sözlərimiz çəp gəlirdi, bir-birimizə daş atırdıq, eləyirdik. Belə şeylər oldu. Amma sonra məktəblərimiz də yanaşı idi Ənvərlə. Münasibətlər tamam başqa cür oldu. Alandan sonra da elə əvvəlki münasibətlərimiz qaldı. Onun haqqında da kitablarınızda qeyd eləmisiniz? Onun haqqında böyük bir yazım vardı mənim Avtoritet qəzetində. Mən Avtoritet qəzetində baxmışam bir neçə il. Məşhur qəzet idi o dövrdə. Səndə sual yarana bilər ki, sən bunu niyə buraxmısan? Sənə maraqlıdırmı? Əvvəla həyatın bir hissəsidir. İkincisi, normal cəmiyyətdə yaşayan insanlar və bu ideya ilə, bu aləmlə qəti aidiyyəti olmayan insanlar bəzən cəmiyyətdəki əhval-ruhiyyələrin nədən gəldiyini başa düşmürlər. Düzgün qiymətləndirə bilmirlər. Bu Sovet hökuməti necə qurulur? Sovet hökumətinin qurulmasında kriminalitetin nə rolu olub? Deyirik ki, Stalin oğru olub, buldurulub. Düzdür. Orjonikidze Suraxanada ev var. Orjonikidze killer olub. Mən danışıram inqilabdan xeyli qabaq killer. Niyə deyirlər ki, Stalin Morzakov olub? Bu cəmaat arasında çox yayılıb o fikir. Niyə bəzi o dövrdə qanuni oğurlara Stalin məsələn məhkəmədə həbsxanadan çıxmasına yardım göstərib buradakilara? Niyə özünü Bakıda evindəki kimi hiss eləyirdi? Çünki bolşeviklərin hələ hökumətə gəlməmişdən bunların maliyyə vəsaitləri az olur axı. Almanlar biraz xəşləmişdi onu bilirəm, başa düşürəm. Amma gündəlik bunlar bu strukturu saxlamaq, təbliğat işini genişləndirmək lazımdır. Burada da Bakıda neft və milyonlar səltənəti idi. Bu neft və milyonlar səltənətində milyonçuları var, təbii. Rahat pul kimdədir? Milyonçularda. Bunların əlindən xırda-xırda onu almaq lazım. Uzaq şərqdə bir
Buxta Vanina deyilən bir yer var. Orada Vanina, Buxta Vanina adında bir lager vardı. O lagerdə səhv eləmirəmsə, axırıncı qanuni oğru 89'da öldü. O lager bağlandı. Onları ora saldılar və ölənə qədər həmin adamlar orada qaldı. Onları da bıraxmadı. Bu avtoritetlərin, qanuni oğruların idarə sistemi hörmət əsasında neçə faiz qurulurdu? Qorxu əsasında neçə faiz qurulurdu? Çünki onları tanımayanlar, onların üzünü görməyənlər belə ki, indi onlar həyatda deyirlər ki, biz onlar haqqında danışırıq. Onlardan ən hansı bir qorxumuz yoxdur. Eləmi? Onlar bizə zərər yetirə bilməzlər. Amma onlar haqqında verili şair hazırlanır, onlar haqqında əfsanələr danışılır. Bu faizi necə bölə bilərsiniz? Mən bir şey deyim. Əslində qanuni oğru anlayışı, kriminal dünya anlayışı, o anlayışı qəbul edənlər üçün. Sənin üçün, mənim üçün deyil. Mən deyirəm, çox kontakt olmuşam da, heç vaxt mənə özlərindən biri kimi münasibət bəsləməyiblər. Yəni, əslində mənə o ideologiyanın heç bir təsir olmuyor. Heç vaxt olmuyor. Amma insanlar var ki, həyatda elə bir şəraitə düşür ki, zəifliyindən və yaxud yasaq bizneslə məşğuldur, havadar axtarmaq istəyindən o çevriyə düşür. O çevriyə düşənlər təbii ki, o çevrəsiz yaşaya bilməz, onlara imkan verməzlər. Bir yaxından tanıyan sevinir, bir o çevrədən çıxa bilən sevinir. Çox qəribə bir. Kitabınızda, kitablarınızın birində hər dəfə baş qəhrəman, yəni baş qəhrəman qadın cibgirdir. Hər dəfə orada olduğu məqam üçün, sizin dediyiniz kimi, kitabın bir hissəsində gah sevinir, bir neçə səhifədən sonra kədərlənir ki, bəlkə mənim həyatım başqaları kimi standart, səhər işə gedib gələrdim, övladıma baxardım, ailə həyatı qurardım. Amma 5 səhifədən sonra yenidən həmin o romantika onu alır qucağına, qaldırır göylərə, ona orulan o türmədəki hörmət bunun gözünü bağlayır, illüziya, bayırda olduğu hörmət bunun gözünü bağlayır. Bu, belə deyək də, dilemmanı necə hiss eləmişsiniz, necə yazmışsınız, o qadın nə yaşayırdı? O qadın... Çox məşhur cibgirlərdəndir biri. Hə, o qadın çox ziddiyyətli bir həyat yaşayır. Yəni, insan olaraq, bax, mən onu kontaktda çox olmuşam. Çox, əslində deyim ki, bir şeyi də qeyd edeyim ki, o romanda yazılanlar 3 gün, 3 gecə ərzində bu qadının diktofona danışdıqlardır. Onun arasında kursivlə mənim fikirlərim, mənim yadıma müəyyən şeylər düşür, tarixlə bağlı falan. Bu, o adamın özüdür. O, axı, həyat öz deyilədir. Bizim bəyəm əhval-ruhiyyəmiz, tutalım, dünən çid qürəkdən xidmət elədiyimiz bir ideya var da tutalım. Sabah biz o ideyanı bir nəfərin timsalında təksib eləyən, o ideyanı yanlış çıxardan bir şey görürük. Necə pisləşir əhvalımız? Məsələ burasında fərq var. Məsələ burasındadır ki, həmin qadının təxəyyülündə ona xidmət edənləri səhv çıxarmırdı. Bu özünü səhv çıxardırdı. Düzdürmü? Fərq var. Təbii, böyük fərq var. Çünki bu istəyirdi ki, bəlkə isti bir ocağı olar. Konkret bir şey deyim sənə. Buyurun. Konkret o insanla söhbət gedirsə, bu adam normal. Cibgir Fatmadan söhbət gedir də, bəli. Bəli. Əsli hardan idi onun? Əsli Bakıdan. Bakıdan idi. Bəli. Xreptov tərəfdə yaşayır. Bəxtiyarla qonşu olub. Lotu Bəxtiyarla qonşu olub. Burada romanda onların bir dəfə etapda başqa bir həbsxanaya gedəndə Rusiyanın çöllərində görüşmək səhnələri də var. Məhəllə qızı deyirdi Bəxtiyar buna. Belə, yəni, çox maraqlı epizodlar var orada. Əslində həyatın bizim görmədiyimiz tərəfidir. Burada elə bir şey yox. Bu, insan əslində mən belə başa düşürəm. Mən belə qənaətə gəldim ki, bu insan seçdiyi yoldan çox peşmandır. Peşmandır? Hə. Və yəni oğru aləmindən peşmandır. Bəli. Düşdüyü aləmdən peşmandır. Amma o demək deyil ki, o aləmi heç bəyənmir. O aləmdə bəzi şeylər var ki, bunu ora cəlb edir. Məsəl üçün? Məsəl üçün, ədalət. Ədalət.
Nə düşün? İndi bir nəfər əməliyyat istəyəndə sosial şəbəkəyə yazırlar. Görürsən kimsə pul atır, eləyir. Nadir hallarda da bizdə elə çox yayılmayıb. Əsasən Rusiyada yayılıb. Bunların axı müraciət eləməyə adamlar olmayıb heç vaxt. Məsələn, Fatma fikirləşib ki, mən sabah tutalım, yıxıldım, əlim qırıldı, yolumu kəsdilər. Mən acından ölməyə qoymayacağam. Çünki mən vaxtında eləmişim. İki, buna əlavə eləyə bilərəm. Sözünüzün qarşısında söz demiş kimi olmayayım. Amma iki, sözü bütövlük. Çünki orada deyilən söz bəli. Ədalətdən ikinci sıralama eləmək olar. Bəlkə 7-ci sıraya gətirib çıxartarsınız. Onu ola bilər. Amma yox, əsas şeydir. Orada verilən söz, yəni ümumiyyətlə cəmiyyət eləyir də bizdə. Verilən söz, kişinin ağzından çıxan söz həqiqət olmalıdır. Bu qədər yalan danışan yox idi. İndi sən də cavansan da. Mən bu qədər yalan danışan adamlar görməmişim. Məsələn, mən heç bilmirdim ki, xalqımızda bu qədər yalancı var. Ağlıma gəlmirdi. Çünki mən uşaq vaxtından görmüşəm ki, atamın ağzından çıxan söz qanun olur. Onu iki dünya bir olsa bu adam eləyəcək. Əgər söz veribsə eləyəcək. Amma biz o ideologiyanın özünün transformasiyasını nəzərə almalıyıq. O ideologiya özü transformasiya olundu. Bugünkü cəmiyyət o ideologiyanın özündə ən pis cəhətlərini təzahür eləməyə başladı. Məşhur bir yazıçımız vardı. Məşhur, adını çəkməyəcəm çünki çox adam yəqin bilmiyor. Onun oğlu kriminal avtoritet idi. Oğruydu. Çox məşhur, imkanlı bir yazıçımız idi. Sovetin qəşəng baxdığı. Niyə gedirdilər ona? yəni oğru aləminə niyə qoşulurdular? Bəli. Bəzi adamlar bunu, bayaq dedim, ehtiyacını eləyirdi ki, məsələn, bir texnikumda oxumalıdır, sənət öyrənməlidir, bir peşəkar olmalıdır, cəmiyyətə xidmət eləməlidir, amma dolanışığı yoxdur, ata yox, ana yox. Bu məcbur idi gecə oğurluqla neylənsə və sağ çıxsın ki, o adamların da çoxu doğrudan da o dövrdə o işlərlə məşğul oldu. Əsas vağzallardan oğurlayırdılar, çamadanlar. Çamadan qaçırdırdılar. Yüksək peşəkarlıq tələb eləmir, yaxşı ayaq tələb edir. O adamların içindən sonra nazir olan da oldu. Əslində bunlar sadəcə buna dolanışıq yolu kimi baxırlar. Bizdə axı qədimdən heç elə bu kriminal ideologiya əməlli başlı gəlib bura çıxmamışdı. Elə başı pozulduğu dövr olunan inqilabdan əvvəldə. Məhəllədə ağsaqqallar vardı ki, onlar ilə filan məhəllənin lotusu filan kəsdi. Bazı görürsünüz, yaşı çox böyük olsun. O məhəllədəki problemləri, məsələn, qadındır, əri bunu döyür. Ayıb sayılırdı gedib polisə milisə müraciət eləmək. Gəlirdi məhəllədə ağsaqqala deyirdi ki, ay qədəş, bax mənə gün verir, güzaran vermir bu. Məni döyür, həm uşaqların tərbiyəsinə pis təsir edir filan. O da çağırır, deyir də, bir də belə iş görsə, səni bu məhəllədə görmür. Yəni bu məhəllədən çıxardacaq. O qədər hörmətli olurdu ki, onu deyən adam. Uşaq deyə bilməz onu. Onu deyən adam, o biri də başa düşürdü ki, ya gərək özü çıxsın, geçsin. Ya da belə bir əməl tutmasın. Ya da bir də belə bir iş görməz. Hə, o kriminal avtoritetlər çıxandan sonra onlar da cəmiyyətin bəlli kəsiminin hörmətli adamları idi. Çox vaxt elə olurdu ki, onlar həmən ağsaqqallarla, qədimdən qəbul olunan ağsaqqallarla qəti konfliktə girməzdi. Necə qazanırdılar bu hörməti? Hətta cavan yaşlarında. Bəxtiyar ad alanda əvvəla 3 il sual altında qalıb. Adla adın fərqi var. O Sovet dövrünün sonuncu ad alanlarından idi. O dövrdə ad almağın mexanizmi var idi. O mexanizm nədən ibarət idi? Bütün ölkə həbsxanalar idi. Hamısında qanuni oğrular da olurdu. Avtoritetlər də olurdu. Məsələn, sənə ad vermək. Sən iddia edirsən ada. Deyirsən bir qanuni oğruya, iddia edirsən ki, mən də ad almaq istəyirəm. Sənin haqqında məlumat bütün həbsxanalara gedir, ölkə ərazisində. Əgər oranın hər hansı birindən etiraz gələrsə, sənin ad almağın sual altında qalır. Məsələn, 1000 dənə həbsxana var, bunun 999-u sənə hə dedi, amma filan həbsxanada bir qanuni oğru yatır. O dedi ki, yox, bunun səhvi var filan məsələdə. O aydınlaşmayınca, ölkə bunların teleqrafı yox, bunların interneti yox, bunların WhatsApp yox. Ölkə ərazisində hamıdan o adamı
o adamdan müsbət cavab almayınca iddia eləyəndən ondan sübutlar istəyir. Gedirlər sübutlar istəyir. Sübut elə ki, sən dediyin buna şamil olur. Sübut eləyə bilmədisə, deyirlər onda zəhmət olmasa, xəbər göndər ki, sən də mane olmursan. Belə, elə olurdu 3 il, 2 il, 5 il. Bəxtiyar 3 ilə yaxın sual altında qaldı. O dövr idi. Siz əvvəlki bu kriminal aləmin ədaləti bərqərar eləmək istəyən kriminal aləm haqqında geniş məlumatlar verdiniz. Bəs indi həmin dövr deyil, həmin o kriminal aləm fəaliyyətini göstərmir, dayandırıb, sonuncusunun adını da özünüz çəkdiniz. Bəs indi gənc nəslin kriminal aləmə yönəlməyində səbəb nələrdir? Bu ideologiya kapitalizmə xas ideologiyadır. Kriminal ideologiya harada hansı cəmiyyətdə pul fırlanırsa, o cəmiyyətdə mütləq kriminal ideologiya baş qaldırır. İstədin, istəmədin. Pul fırlanırsa, deməli, ədalətsizlik olur. Mən gənclər deyəndə yeniyetmələri nəzərdə tuturam. Aydındır. Düşünmürəm, onlar o qədər dərin düşünürlər ki, biz buradan pul əldə edəcəyik, filan beşməkan. Qəti düşünmürlər. Sadəcə, bizim xalqın ümumiyyətlə folklor xastaxı, şifa xalqı. Elementar bir iş görürsən, bir aydan sonra onun haqqında əfsanə danışır. Cəmaat əfsanə danışır. Cəmaat təsəlli tapırlar, elə bil. Hər şeyi əfsanələşdirib. Bizim tariximiz də elədir. Bizim siyasətimiz də elədir. Hər şeyi əfsanələşdiririk və ondan oğlan zadı var, kayf alırlar. Keyf tuturuq ondan. Ləzzət edirik biz elə şeylər. Beləcə də qaçaq nəbi, Koroğlu. Bunları da əfsanələşdirəndən sonra ləzzət edib də bizə. Əfsanə eləmişik, ləzzət edib. Cəmiyyətdə gənc özünü tətbiq eləməyə həmişə üsul axtarır. Gənc kimliyini sübut eləməyə, özünə sübut eləməyə, cəmaata yox. Özünə sübut eləmək üçün yollar axtarır. Niyə ekstremal işlərlə cavanlar məşğul olur? Nəm gedirlər körpüdən, o gün Rusiyada gənə biri körpüdən tullanır güya paraşüt zadla, rezin qırılır, şülküt olur. Niyə çıxırlar damlarda selfie eləyirlər? Niyə özlərin maşının altına atırlar, qıraqdan selfie çəkir kimsə? Cəmiyyətdə indi kriminal ideologiyanın, əslində kriminal ideologiya deyil bu, əfsanələr. O əfsanələrə meyilli cavanların yetişməsi, yəni yetişməyə başlaması cəmiyyətdəki ədalətsizliyin təzahürləri ilə bağlı. Nə qədər ədalətsizlik varsa, o qədər də Robin Hood olmaq istəyən yaranır. Nə qədər ədalətsizlik varsa, o qədər də kömək olmaq istəyən yaranır. Nə bilim. Başqa, deyim ki, məsələn, kimsə təbliğ edir bunları, qətiyyən. Robin Hood'un əziyyətinə dözəcək əzəmətləri də... Yoxdur, təbii. Onu siz deyirsiniz, yoxdur? Yoxdur. Təbii yoxdur. Çünki insanın üz cizgilərindən, baxışının dərinliyindən, çəkdiyi əziyyətlərin üzündə təzahüründən hiss olunur. Tutalım, həbsxanada əziyyət niyə verilir? İnsanı sındırmaq üçün. İnsan bir dəfə sındısa, həbsxanadakilərin hamısı onu bilirdi. Biləndən sonra deməli bütün ölkə həbsxanalarında hamısı bilirdi. Sındırmaq üçün, yəni onu o sıradan çıxartmaq üçün və dolayı yolla o aləmi zəiflətmək üçün, o strukturu zəiflətmək, o struktur aşağıdan yuxarı cəmiyyətdə işləyirdi. Normal dövrlərdə cəmiyyətə bunun dəxli yox idi. Mən Sovetskidə yaşayırdım, həmşər alanında. Atam da çox hörmətli kişilərdən sayılır, çünki oxumağa gəlmişdi də, yəni oxuyub Bakıda mövqe qazananlardan idi. Məhəllədə hamı ayaq üstə dururdu bu işdən gələndə, o deyəndə. Onların içində nə qədər kriminal adlar, biz bilmirdik bunu, yəni bizə dəxli yox idi axı. Bizim ailəyə dəxli yox idi. Bəlkə də böyüsəydim, bir sarsaq bir iş tutsaydım, görəcəkdim ki, dünən mənə çox yaxşı münasibəti olan adam məni cəzalandırmaq istəyir. Biz bilmirdik, çünki normal insanlara, normal cəmiyyətdə ədalətlə davranıb, öz gündəlik güzaranını təmin edən insanlara bu ideologiyanın qəti isti soyuğu yox idi. Ancaq o vaxt ola bilərdi ki, həmən adam ədalətin sübut eləyə bilmir, gücü çatmır, hansısa həddini bilməyən adam buna əziyyət verir. O da gedir, müraciət eləyir ki, bəs belə bir ədalətsizlik olub, mənə kömək elə. O da buna kömək eləyir və həmən adam delişir təzən həmin cəmiyyətə. Oradan aralanmaq olmur.
Oradan aralanmaq olur. Ədəbiyyat bu cinayət aləmini işıqlandırmaqla ifşa eləməlidir, yoxsa sadəcə təsvir etməklə kifayətlənməlidir? Mən bir şey deyim, o aləm özün transformasiya uğramağın özünü ifşa eləyib onsuz da. İfşa eləməyin mənası yoxdur. İfşa eləməyin mənası yoxdur. Mən hələ xoşbəxt kriminal avtoritet görməmişəm. 70 yaşım var, 71 yaşım var mənim. Bir nəfər də görməmişəm. Bir nəfər də görməmişəm. Və öz ömrünü öz əcəli ilə başa vuran bir belə Azərbaycanda kriminal avtoritet olub, bir-iki nəfər olub ki, öz əcəli ilə ölüb. Onlar da çəkiliblər, durublar qıraqda ona görə. Adətən bunlar 40 yaşının o tərəfə keçmir. Çünki 40 yaşa qədər nə var, hamısını eləyirlər və bir-birinə münasibətdən sonuncu dövrdə, bu son 20 ildə, bunlar ancaq bir-birini öldürürlər. Bunlar ancaq bir-birini məhv edirlər. Çünki artıq mafiyalaşma var deyə, dəstələr var deyə, ümumi qayda qanun yoxdur deyə, biznes maraqları var deyə. Məsələn, Rusiyada Sovetin ilk illərində kriminal avtoritetində biri İspaniyada yaşayır, biri İtaliyada yaşayır, biri İngiltərədə yaşayır filan. Və Rusiyada da Allah'a şükür çox yığışır. Rusiyada qalan elə biraz bizimkilərin arasındaydı. O da bizim özümüzün istəyimizdən elə olub. Yoxsa hamısını yığışdırıblar Rusiyada. Qanun üstün gəlib. Ədəbiyyat məsələsinə toxunduq, amma məsəl üçün filmlər, indi Türkiyə serialları, bizim öz, belə deyək, bayağı musiqilərimiz bu aləmin təbliğatında böyük rol oynayır. Bu təbliğat hara aparıb çıxardacaq? Sən deyirsən, deməli, kriminal avtoritetlər tutalım, Mozart'a, Schubert'ə, Brahms'a qulaq assalar, bu ideologiya olmayacaq. Sadəcə onların həzm eləyəcəyi... Çox üzr istəyirəm, mən elə bir ifadə işlətmədim ki, yəni kriminal avtoritetlər Mozart'a qulaq assalar belə olmayacaq. Mən o aləmə meyl edən yeniyetmələr üçün yazılan musiqilərdən söhbət edirəm. Yeniyetmələrin, gənc nəslin izlədiyi türk seriallarındakı atışmalardan, söz-söhbətlərdən, gəlinən nəticədən, oradakı olan razborkalardan, sxotkalardan söhbət edirəm. Bu hara aparıb çıxardacaq soruşuram. Hələ şükürlüsən sən. Sən niyə? Çünki bizim vaxtımızda, mən institutda oxuyan vaxtı, tutalım, 72, 73, 74, 75, kriminal razborkalar universitetlərə gəlmişdi. Biz o dövrdən keçmişik. Kriminal razborkalar artıq cəmiyyətin işinə müdaxilə edirdi. Kriminal dünya cəmiyyətə müdaxilə edirdi. Ədalətsizliyə yox, ümumiyyətlə cəmiyyətə müdaxilə edirdi, qərarlara təsir edirdi. İndi, şükür Allaha, bu hələ rüşeym halındadır. Rüşeym halındadır, orta məktəblərdə, məktəbdə bir güclü olur. Alır, deyir ki, mən burada məktəbə mən baxıram, belə şeylər bizim vaxtımızda da var idi. Amma onlar təzahür formaları idi, çox cılız, xırda şeylər. O kriminal romantikaya meyl edən insanlar özləri bəsit olurlar. Onlar, məsələn, bir 30% qəzəl zat yazırdılar. Həbsxanada dindar olurdular. Yəni yatanlar, dindar olurdular, qəzəl zat yazırdılar. O vaxtda oxuyurdum, məsələn, Bəxtiyar qəzəl yazırdı. Bu nədir? Bir şey yaz da, yazma da deyirəm. Bunlar özləri öz həyatlarını da romantikləşdirməyə meyilliyirlər. İndiki uşaqların da təbii ki, meyxanaya qulaq asan uşaq daha çox meyilli olacaq o tərəfə. Çünki ondan zövq almaq üçün meyxanada daxı ədalətdən yaxşı söhbətlər gedir. Ədalətli şeylər var, belə şeylər var. Var yəqin ki. Hə, yəqin ki. Bunlar meyl eləyirlər. Çünki bunların beyni hələ bəsit səviyyədədir. Yəni, beynin qıvırcıqları onlara daha qlobal şeylər barədə düşünməyə imkan vermir. Bunlar ancaq üzdə görünən şeylərə. O da üzdə görünən də nədir? Uşaq vaxtından qaçaq nəbiyə igid demişik, Koroğlu igid demişik, onun başını kəsib, sürüsünü dağıdıb. Bunlar özlərini cəmiyyətə tanıtmaq istəyirlər. Bu qrup. Məsələn,
Olimpiyadada iştirak edib medal ala bilməyən, məktəbdə yaxşı oxuya bilməyən, bunlar nəyinə sübut edəcəklər? Ya qol zoru ilə, ya 10-15 nəfər ətrafına yığıb dəstə düzəltməklə özünü güc hesab edəcək. Ona görə bu təzahür formalarıdır. Avtoritet qəzeti neçə il yayımlandı? Avtoritet qəzeti problemin aktuallığı bitənə qədər. 98-də başladı, 98, 99, 2000, 2001, 2002-də deyəsən seçkilər olacaqdı. O ərəfədə bu məsələ qutardı. Mən gördüm ki, artıq nə personalar qalıb yazmadığımız, nə insanlar qalıb və həm də artıq o kooperativ hərəkatı Bəs bu o ideya sıra 4 illik Avtoritet qəzetində həmin o personaların, bu aləmin şahlarının qabardılaraq göstərilməsi, mübaliğələrdən istifadə olunması, bəlkə də heç mübaliğə yox idi həmin o sizin yazılarınızda, ola bilər elə reallıqda da həmin o şəxslər idi, o cür idilər. Bir təşviqat, təbliğat deyildimi? Yox, mən demərəm. Çünki yəni orada hamısının sonda bədbəxt olduğu görünürdü. Yəni onu sistemli izləyən adamlar başa düşürdülər ki, bu yolun axırı yoxdur, bədbəxtlik. Hətta o iddia ilə məhkəmə işi də qaldırmışdılar avtoritetə qarşı bağlanması üçün. Necə, nə baş vermişdi? Necə məhkəmə? Heç nə. Deməli 5-6 ya bir 9 məktəb direktoru kollektiv şəkildə bunlar hirslənib avtoritetdəki təbliğatdan, hirslənib müraciət eləmiş demək ki, bizim cavanların tərbiyəsinə pis təsir edir. Belə bir iddia ilə. Sonra məhkəmə araşdırması oldu, gəldilər. Bizim də o qəzetin oxucuları çox idi axı. Bakı cəmaatı, Sovetski cəmaatı. Hamısı gəldilər, məhkəməyə tökülüşdülər. Hakim də bir yaxşı oğlan idi. Qarşı tərəf gəlmədi. Çünki onların hər birinə artıq mənlik deyildi. Bu xəbər mən qəzetdə vermişdim ki, məhkəmə iddiası qaldırırlar. Həmən adamları özləri tapıb, özləri təzyiq edirdilər. Təzyiq var. Bəli, bir neçə direktoru Sovetski ərazisində olan məktəblərin direktoru idi. Onlara müsibət təzyiqi var. Mənə də salam zad vermirdilər. Belə bir zad idi. Bunlar gəlmədi. 1 iclas, 2 iclas, 3 iclas gəlmədi. Hakim dedi ki, ayıl görməlidir. Bunlar gəlmədilər. Demək, bunlar yalandan yazdılar. Deyirəm, yox, sən ekspertiza ver. Qəzetin bütün pasifikası məndə var. Götürsünlər. Orada ziyanlı təbliğat. Məsələn, bir qanuni oğrudur. Kimisə ölümdən xilas eləyib. Bu ziyanlı təbliğat deyir ki, mən neyim bu qanuni oğrudur? Mən ölümdən xilas eləyən, kiməsə nicat verən adamı təsvir edirəm. O qanuni oğru da ola bilər, qanuni məmur da ola bilər, qeyri-qanuni oliqarx da ola bilər, hamısı ola bilər. Mən insan xarakterini göstərirəm. Amma çox şirtmələr var yəni. Çünki çoxu artıq həyatdan getmiş adamlar idi, onların qohumları danışırdı onun haqqında. Mənim də bir mexanizmim yoxdur. Qəzet nəylə dolanır ki? Abonəzə satdığı ilə. Mənim mexanizmim yoxdur ki, bunun xalası oğlu, bunu qəhrəman kimi düzəldir. Mən onu araşdırım, görüm ki, bu adam bəlkə heç o deyil. O mexanizm yoxdur. Mənim 3-4 məsləhətçim vardı. Biri Tete Nəriman idi, rəhmətli. Biri Şiridil vardı, Sanko Üstümski. Oydu, bir neçə nəfər idi də. Kəbir idi. O Sankazı verib vuran. Bunlardan mən belə şifahi soruşurdum. Bu deyir, ay o yaxşı oğlandı. Onda hə. Başqa mexanizm yoxdur. Onlar da deyəndə o da subyektivdir də. İlqar müəllim, verilişimizin artıq sonuna çatırıq və çox az bilirəm sizin haqqınızda. Yəni sizin yaşadığınız ömür səhifələrini təbii ki, çox araşdırmaq lazımdır. Bir neçə kitab müəllifisiz, məqalələriniz çoxdur, səfərlərdə göstərdiyiniz fəaliyyətiniz çoxdur. Dövlətçiliyimiz üçün istər müstəqillik dövründə, istər ondan əvvəl xaricdə diplomat kimi göstərdiyiniz fəaliyyətlər çoxdur. Öz aramızda qalsın deyə soruşuram. Bugün gənclər üçün özünüzü avtoritet hesab edirsiniz? Müəyyən həyatı düzgün dərk eləyən, ziyanlı ideyalara, ideologiyalara uymayan insanlar üçün mən özümü söz sahibi sayıram. Ona görə də elə hesab edirəm ki, əslində bizim gələcəyimizdə mənim özümü söz sahibi hesab elədiyim kəsimin bazasında olacaq. O birinin yox. Ona görə də özümü avtoritet sayıram.
İcazə olar əlinizi sıxım. Onsuz olmaz ki. Təşəkkür edirəm Sağ ol, gəldiyiniz üçün. sağ ol, sağ ol.